Ya Hüseyin, bugün paylaştığım videoların altında canı canımdan, kanı kanımdan olan öz milletimin, Azərbaycanlıların heç bir aidiyyatı olmadan gəlib yazdığı bu ifadənin arkasında yatan psixoloji məqamları incələyəcəyik sizinlə bərabər. İnsan bəzən danışdığını özü seçmir. Sadəcə ona veriləni təkrarlayır. Əgər bu söz səndən çıxırsa, amma səni dəyişmirsə, o söz doğrudan mı sənindir? İnsan ən çox o zaman idarə olunur ki, idarə olunduğunu özü də bilmir. Ya Hüseyin, bu söz necə oldu? 15 əsr sonra simvolik bir şuara çevrildi. Gəlin bunun qısaca tarixinə, məkanına və səbəbinə baxaq. Qısa tarix belədir. Hüseyin İbn Əli Məhəmməd Peyğəmbərin nəvəsi idi. Hadisə miladi təqvimi ilə 680-cı ildə baş verdi. Məkan Kərbəla çölü idi. Dövrün hakimiyyəti Yezid İbn Muaviyyənin əlində idi. Hüseyin Yezidə beyət etmirdi. Küfədən dəstək çağrışları almışdı. Yolda tərəfdaşları dağıldı və sayları çox az qaldı. Kərbəlada mühasirəyə alındılar, suya çıxış məhdudlaşdırıldı, kısa müddətli qarşıdurma baş verdi, Hüseyin və az sayda tərəfdaşı qətrə yetirildi. Hadisə erkən İslam dövründə siyasi hakimiyyət uğrunda qarşıdurmanın bir epizodu kimi qiymətləndirilir və sonraki əsrlərdə dini simvolik məna qazanmışdır. Bu hadisə sonradan müxtəlif dini və siyasi interpretasiyalara məruz qalmışdır. Tarix və bugün. Zaman keçdikcə bu sözə bir çox dini və siyasi anlamlar yüklənərək bu söz zülmə qarşı çıxmaq, ədalət uğrunda mübarizə simvoluna çevrilmişdir. Və burada xüsusi bir məqamı 47 ildən sonra ayılıb gözündən pərdəsi çəkilib hər şeyi aydın görən bir Azərbaycanlı kimi sizin nəzərinizə çatdırım ki, dünya tarixində bu kimi simvolik sözlərdən siyasətdə çox aktiv şəkildə istifadə olunub və mən bura onun mənbələrini qoyacağım. Məsələn, Ya Hüseyin şuarı İran İslam İnqilabı sonrası sistemin Aşura, Kərbəla kimi hadisələrdə insanları mobilizasiya etmək üçün istifadə edib. Bununla bağlı dünyada bir çox nüfuzlu təşkilatların, institutların araşdırmaları var və məqalələri var. Bununla bağlı mənbələri mən burada qeyd edəcəm. Bunlardan bir neçəsini, məsələn, keçmişi mənimsəmək İranda yaşlı hərəkatı, İranın dini simvolizmi siyasi baxımdan nə üçün əhəmiyyətlidir? İranda Aşuranın siyasi istismarı, Beynəlxalq İran Araşdırmaları İnstitutu kimi mənbələri mən burada qoyacağım, özünüz girib araşdırarsınız. Problem Ya Hüseyin demək deyil. Problem odur ki, insan bəzən bilmədən bir sözün onu kimin tərəfindən və necə, hansı məqsədlə yönləndirildiyini bilmədən onu ifadə eləyir. Əgər bir söz səni oyatmırsa, bir söz səni yönləndirirsə, artıq sən sözü demirsən, o söz səni deyir, o söz səni aparır. Bu sözü sizə deyən insan sizin kimi 47 il qəflətdə yaşamış biri olub. Bəli, o da sizi kimi 47 il Allahı uzaqlarda axtarıb. Hətta az qalıb ki, kürəyimə get qardaşım get deyə Suriyaya döyüşə qədər göndərsinlər məni. Bəli, özlərin yaxın dostlarım tərəfindən. Şükür bu günə ki, bugün Allahı uzaqda axtaranlardan deyiləm. Bəli, o Allah mənə şah damarımdan daha yaxındır. O Allah ki, insanları bölmək üçün, yox, birləşdirmək üçündür. O Allah ki, heç bir adın, heç bir şuarın arxasında gizlənmir. Bəli, o Allah ki, heç kimin hakimiyyət qurması üçün bir alət deyil. Tez-tez gəlib mənim videolarımın altında Ya Hüseyin yazıb, hansısa bir ilahi eşki, bir ədalət yanğısını, bir ədalət haykırtısını, bir sönməz eşkin alovunu nümayiş etdirdiğini zənn eləyən bacı və qardaşlarım, 47 yaşında qəflətdən oyanmış və insan psixologiyasını dərindən öyrənmiş bir insan olarak sizə bir muştuluğum var. İnsan psixologiyasının dərin qatlarında üzdə sizi aldadıb, sizi o cür ifadə etdirən
bir sözlə sizi qardaşınıza qarşı çıxardan o beynin dərin qatlarında 40 gündən sonra iki insan bir yerdə qalıb bir-birini yeməyə biləcəksə, onda insan olur deyə bir yazılım var. Sən o yalancı, saxta səmimiyyətinlə məni yox, özünü aldadırsan. Bəli, səni aldadan isə sənin beynini idarə eləyənlərdir. Səni onu içdən demirsən. Bunu mən yaxşı bilirəm. Bəli, mən yaxşı bilirəm. Sən də bilərsən. Səni söz qatıb qabağına aparır. Amma bilmirsən. Sən onu demirsən. Bəli, sən onu demirsən. Sənin içindən gəlmir. Sən beynində bir qaranlıq zindanda həbsdəsən. Mənim əziz bacım, əziz qardaşım. Sənin beyninə onu yükləyənlər isə səni idarə edirlər. Sən nə müsəlman deyilsən, nə şiə deyilsən, nə sünni deyilsən. Sənin bu dünyada bir amalın var. Yaradan uğruna, Allah uğruna insan olmaq. İnsan olmaq isə yenidən doğulmaqdır. Bəli, çünki sən bugünə qədər yaşadığın zaman sadəcə bir Matrixdə yaşamısan. İnsan olmaq isə, həqiqət olmaq isə, özün olmaq isə, ən böyük qurban, ən böyük şəhid, ən böyük cəsarət. Bax, bu qılıq var ha, saxta kimliyin altından çıxıb, bu saxta kimliyi öldürməkdir. Onu qurban verməkdir, bəli, bu yalancı kimliyi, Yavseyi qışqıran saxta kimliyi öldürüb, həqiqi Allahı dərk eləyən mənliyi diriltməkdir. Bax, onu qurban verəndə mən sənin şəhadətinə inanacam ki, bəli, sən Allah yolunda, bəli, öz mənliyi öldürdün, yalancı mənliyi öldürdün və həqiqi mənliyi yenidən doğulmasına vasitə oldun. Onda sən əsl həqiqəti anlayacaqsan. Həqiqət isə sənin öz içindədir. Bəli, hər şey sənin öz içindədir. Dində, məzhəbdə, inancda, Quranda, kitabda, yolda, qaydada, hamısını yaradan, and olsun Allaha, and olsun yaradana, sənin öz içinə yazıb qoyub. Əgər sən içəri dönsən, əgər sən qurban verə bilsən, sən yalancı, riyakar kimliyi, mənliyi qurban verib, Allahın sifətinə, Allahın nuruna qovuşa bilsən, həqiqəti anlayacaqsan. Bəli, o uzaqda deyil, o sənin içindədir. Bugün isə sən, əzizim, bir sözün qurbanısan. Sən sözü demirsən, o söz səni deyir. Həqiqətə çatmaq cəsarət istəyir, cihad eləmək. Bəli, iblisə qarşı çıxmaq, döyüşmək, savaşmaq, bəli, nəfsə, səni idarə eləyən mənliyə 47 il köləsi olduğun hakimiyyətə, o hakimiyyət ki, sənin içində qurulub, o hakimiyyət ki, bir proqramdır, yazılıb, bəli, o böyük bir ordudur. Sən əlinə bir avtomat alıb minlərlə düşməni öldürə bilərsən. Amma cəsarət, bəli, ən böyük savaş içindədir. O savaşa, bəli, iblislə döyüş içəridədir. Səni yönləndirən, səni Yavseyin qışqırdan. Bax, o iblisə qarşı savaş. Bax, onda həqiqətə çatacaqsan. Bəli, o nuru onda görəcəksən. Əgər sən o iblislə savaşda qalib gələ bilsən. Və sonda üzümü tuturam bir daha Azərbaycanlı bacı və qardaşlara, o şəxslərə ki, müstəqil və demokratik Azərbaycan Respublikasında bu şuarı səsləndirən hər kəsə üzümü tutub bir sual vermək istəyirəm. Əgər sən zülmə qarşısansa, niyə 15 əsr əvvəlki ağrını bugün hiss eləyirsən, yaşayırsan? Amma bu torpaq üçün can verən, hələ qanı qurumamış, gülü şəhidlər xiyabanında solmamış, sənin üçün, sənin balan üçün, sənin atan üçün, sənin anan üçün, sənin qardaşın üçün, sənin xalqın üçün, sənin millətin üçün canını fəda eləmiş bir şəhidin adını çəkmirsən. Niyə? Cavabını da qoy elə mən özüm verim. Çünki sən beyin adlı bir qaranlıq qəfəsdə, zülmətdə, qaranlıqda həbs olmusan. Sən müstəqil deyilsən, sən azad deyilsən, səni beynin idarə eləyir. Səni idarə edən beynin isə simvolu yaşatmağı sevir, amma borcu xatırlamağı və qaytarmağı sevmir. Bu vicdan tələb eləyir. Simvollar, emosiyaları tez oyadır. Konkret adlar, yaddaş və diqqət tələb eləyir. Beynin isə bunu sevmir. Bəli, sən öz canıvayan, əzizim, sən bir qaranlıqda əsirsən.